Belə bir bucaq verilib, yəni 2 dənə düz xətt, 3-cü düz xəttlə kəsişib. 2 düz xətt 3-cü düz xəttlə kəsişirsə, yəni həmçinin də A ilə B paraleldirsə, burada olan uyğun bucaqlar bir-birinə bərabər olur. Demək, bu uyğun bucaqlardan biri 4x çıx 9-a bərabərsə, digər uyğun bucaq da 4x çıx 9-a bərabər olar. Yəni 4x çıx 9 uyğun bucaqlardır. Uyğun bucaqlar bilirik ki, bərabərdir. Buradan fikir versək görərik ki, qonşu bucaqlar yaranır. 4x çıx 9 və 2x çıx 3. Qonşu bucaqların cəmi isə 180 dərəcəyə bərabərdir. Yəni bunların cəmi 180 dərəcə olmalıdır. Yazıb həll eləsək 4x çıx 9 üstəgəl 2x çıx 3 bərabərdir 180 dərəcə. Buradan tənlik şəklində həll eləsək 6x çıx 12 bərabərdir 180 dərəcə. Buradan 6x-i tapsaq, 180 ilə 12-ni toplayaraq 192. X-i tapsaq, 192 bölərik 6-ya 32. Demək, x-imiz 6-dır. Bizdən x-i soruşur. Yəni, x 32-yə bərabərdir. Əgər bucaqları soruşsa, 4-ü vurarıq x-a, yəni 32-yə çıxarıq 9. Bucağımızın birini tapmış olarıq.